Şükür eləyirəm ki, bizlərdən həm əvvəl, bizdən sonra. Əvvəllə sonra burada qoşmadır. Bir-biri ilə antonim olan zərflər işlənib, bu yanlışdır. Məzmunca bir-birinə zidd olan qoşmalar işlənib. Zərflərdən zaten burada zərf olmadığına görə B variantı da bu cür yanlışdır. Zərflər hərəkəti izah etmir, quruluşca sadədir. İş burasıdır ki, burada ümumiyyətlə zərf yoxdur. C da ona görə yanlışdır. Zərf işlənməyən nümunədə zərflə amonim olan söz mövcuddur. Doğrudur, cavab D variantıdır. Əvvəllə sonra qoşma olduğu üçün zərflə amonimdir. Zərfdə işlənməyib bu cümlədə. Cavab D variantı. E variantı zərflərin hər ikisində deyil, yenə də yanlışdır. Çünki burada o əvvəlki, sonraki deyib, deyirsiniz, sifət yaranıb. İş burasıdır ki, əvvəllə sonra burada zərf deyil. Heyrətlə göy üzünə baxıram hərdən. Səyyar fikrim ulduzlarla durur yanaşı. Yanaşı tərz hərəkət zərfidir. Nə tərzdə heyrətlə? Hər ikisi düzəltmə tərz hərəkət zərfidir. Kökü feillə amonim olan düzəltmə zərf işlənib. Yanaşı sözü yanmaq feilindən kökü amonimdir. Zərflərin üçü də quruluşca düzəltmədir. Bax, heyrətlə hərdən yanaşı üçü də quruluşca düzəltmədir. 1-2 düzdür. Zərflərin biri hərəkəti izah etmir. Heyrətlə baxıram, hərdən baxıram, yanaşı durur. Bu səhvdir. Üçü də feil izah eləyir. 3 səhvdir. Kökü maddi varlıq forması olmayan isim olan zərfli rolundadır. Heyrətlə sözü. Heyrət deməli mücərrəd isimdir. Mücərrəd isimindən zərf əmələ gəlib. Eləmi? Maddi varlıq forması olmayan deyəndə mücərrəd nəzərdə tutulur. Və heyrətlə göy üzünə baxıram. Hərdən heyrətlə göy üzünə baxıram. Baxıram. Nə tərzdə heyrətlə? Deməli düzdür. 1, 2, 4 düzdür. Cavab D variantıdır. Əvəzlikdən düzələn zərfdən fərqli olaraq sonuncu zərf xəbər şəklində olan feil izah edir. Hərdən sözü də baxıram feilinə aiddir. Xəbər şəklində olan feil izah eləyir. Deməli, bu da yanlışdır. 1, 2, 4 D variantı. Növbəti. Tərz hərəkət zərfinin cümlə üzvün ifadə vasitəsi olmadığı nümunə. Zərf morfoloji dəyişikliyə məruz qalsa da sintaktik vəzifəsini itirməyib. Yolun aşağısını yeni ildə düzəltmişdilər. Aşağı sözü yer zərfidir. Yer bizə də lazımdır ki, tərz hərəkət cümlə üzvünün ifadə vasitəsi olmasın. Müstəqil olmasın. Eləmi? A getdi. Əskərlərimiz səngərdə dizin-dizin sürünürdü. Bu dizin-dizin müstəqil şəkildə cümlə üzvüdür. Tərz hərəkətdir. Müstəqil də cümlə üzvüdə B də getdi. A getdi, B getdi. İndi. Həvəslə danışması zaldakıları heyran etdi. Heyran etdi kimi? Zaldakıları. Nə? Həvəslə danışması. Onun həvəslə danışması və yaxud da həvəslə danışması söz birləşməsidir. Və burada həvəslə tərz hərəkət zərfi olmasına baxmayaraq cümlədə müstəqil şəkildə cümlə üzvü deyil. Deməli, 1-ə yazdıq C variantı. Kəndin uşaqları bərilərdə. Bəri yer zərfidir. Burada cəm şəkilçisi də qəbul edib, yerli hal şəkilçisi də qəbul edib. Amma yer zərfliyi olaraq da qalıb. Belə çıxır ki, 2-yə D variantı. Onun dərdi mövzunu bizə təkrar oxutmaq idi. Mövzunu bizə təkrar oxutmaq idi. Bütöv şəkildə məstər tərkibidir və burada təkrar sözü qalır tərkibin içində. Aydındır? Deməli, cavab belə çıxır ki, B variantı. Başla. Deməli, aşağıdakı cümlələri nəzərə alaraq cədvəldən uyğun fikirləri müəyyən edin. Buraya nə qədər gəlsəm də gözüm doymur. Dünən yaman yorğun idim, səhərəcən yatmışam. Almanca bilənlərdən bir dəfə, digərlərindən isə çox soruşdular. Deməli, burada deyir ki, yalnız bir cümləyə aid olan doğru fikir. Zərfin quruluşca fərqli növləri işlənmiş bu cümlədə məna növləri fərqli olan zərflər işlənməyib.
Dəqiqə zərfin quruluşda fərqli növləri işlənmiş bu cümlədə mənim növləri fərqli işlənməyib. Baxaq səhvlər bura. Buraya yer zərfidir. Nə qədər gəlsəm də gözüm doymur. Burada bir dənəsi var. Başqa yoxdur. Dünən yaman yorğun idim. Yaman da burada zərfdir, müəllim. Bir dünən zaman zərfidir. Yaman da tərz hərəkət idi. Aha. Burada nə qədər əslində olur? Miqdar olmur müəllim. Yaman tərz hərəkətdir. Tərz hərəkətdir. Yaman yorğun idi. Tərz hərəkətdir. Səhərəcən heç nə yoxdur. Bir dənə dünəndən yamandır. Burada 2 dənə. Almanca bilənlərdən. Həcə. Burada danışır. Burada səhərdən nə gedir? Səhər isim kimi götürdü. Şey, qoşma. Səhərə qədər. Bildiyimiz səhər sözün. Səhər burada nədir? Yatmamışam. Nə vaxt? Səhərə qədər. Bu da səhər. Zərf kimi işlənib, yoxsa sizcə isim kimi işlənib? Yatmışam. Necə? Əslində zərfə oxşuyur. Çünki feilin yanında gəlib. Yatmışam. Bəzən feilin yanında isim də gələ bilər axı. Hə, amma qoşma qəbul edildi. Yönlü yola qoşulmuş can şəkilçisi. Can şəkilçi deyil, o qoşmadır. Səhərə qədər yatmışam, hə? Tamam. Belə çıxır ki, səhər isimdir. Mən sualı bir Hə, davam edirəm. Burada deyir ki, bir də zərfin quruluşda fərqli növləri işlənmiş bu cümlədə mənim növləri fərqli olan zərflər işlənməyib. Yəni demək istəyir ki, 2-dən soruşur. Çünki dünən və yaman burada 2 dənədir. Birinci cümlədə bir dənədir. Buraya da o da yer zərfidir. Quruluşda fərqlidir. Biri şeydir, sadədir, biri də düzəltmədir. Yoxsa Yaman sadədir. Burada sadədir. Evet, ona görə biri atdıq. Hə, biri atdıq, bir səhvdir. Çünki quruluşda fərqli deyir. bəs üstə niyə baxmadın? Hə, üçdə də bir dənə bilsə nədir? Almanca bilənlərdən feil sifət tərkibi kimi götürmüşəm mən bunu. Çox soruşdur, nə qədər burada miqdar zərf kimi götürmüşəm. Bir də burada çoxdur. Almanca da zərfdir. Almanca tərz hərəkət zərfidir. Feil sifət tərkibinin asıl tərəfindədir. Çox da cəmiyyət zərfidir. Götürüyor onda. Zərfdir də, bəli, niyə götürmürsən ki? Mən bunu üstdən presləmişəm, axı niyə? Axı cavab 1-4 qədər götürməyə bilər. Mən cavab burada 29'a bu yazmışam. Niyə? Bir dəqiqə, geçiş sualı izah edəcəyim mənim bir dəqiqə. Fərqli növlər işlənmiş bu cümlədə mənim növlər fərqli olan zərflər işlənməyib. Almanca tərz hərəkət işlənməyib. Müəllim, bu heç birinə aid deyil. Niyə? İndi Almanca götürürsə, Bəli. yenə fərqli olsa işlənməyib deyir. Bax, Almanca tərz hərəkətdir, çox da miqdardır. Biri düzəltməli, biri də sadədir. Amma mən axırda deyir ki, müxtəlif məna növləri işlənməyib də, fərqli məna növləri. Axı biri tərz hərəkətli, bir də miqdarda, ona görə səhvdir. Bəli. Ona görə bir atdıq. Hə, sonra deyir ki, sözlərdən biri başqa cümlədə zaman zərfi kimi də işlənə bilər. Bax, bu səhərəcən sözüdür. Səhər sözü, bəli. Hə. Ona görə 2 götürdük. Şükür. Hə. Yalnız 2 cümləyə aid olan yanlış fikirdir. Deyir ki, feillə omonim olan zərf işlənir. Baxaq, feillə omonim olan zərf işlənir. Buraya sözü feillə omonim deyil. Dünən sözü feillə omonim deyil. Yaman sözü amma feillə omonim ola bilər. Çünki yamamaq feili var. Aha. Aha. Biri yanlışdır, biri doğrudur, 2'ye yanlışdır. Bir de ne deyil? Feil omonim olan zərf işlənir. Hə. Feil omonim Almanca bilənlərdən çox soruşusu var. Feil omonim. 2 cümləyə aid səhvdir deyir. Bir də ikinci cümləyə aiddir. Bir də ikinci cümlə. Bəli, ikisinə aid yanlışdır, birinə aid doğrudur. Deməli doğrudur. Üçü də götürdün. Sonra deyir ki, quruluşda düzəltmə olan zərfdə vurğu sonuncu hecanın üzərinə düşür. Burada Almancanı götürə bilər. Almancada. Burada ikisine aid deyil, birinə aid. Ona görə götürmürük. Almancada vurğu ikinci hecanın üzərinə düşür.
Daha vurğu qəbul eləmir. Yəni Yəni daha vurğu. Ca vurğu qəbul eləmir. hı. Götürmürsən onsuz eləmi? Yox, Hə. götürmürük. Bir cümləyə aid yanlış fikirdir. Hə. Sonra deyir ki, heç bir cümləyə aid olmayan fikirdir. Zərfin 3 müxtəlif növü işlənmişdir. Birincisində bir dənə var, yəni işləməyib. İkincisində 2 dənə var, amma biri nə vaxt nə zaman zamandır, biri də tərz hərəkətli. 2 dənəsi var, yəni 3 dənə yoxdur. Hə, 2-də də 2 dənə məna növü var. Ona görə də 5-i götürürük promotion. Çünki heç bir cümləyə aid deyildir. 6 deyir ki, mürəkkəb miqdar zərfi işlənmiş. Bu cümlədə yer zərfi işlənməyib. Miqdar zərfi işlənmiş bu cümlədə. Mürəkkəb miqdar zərfi işlənmiş. İndi əsas məsələyə gəldi. Mən bu testi necə düz yazmışam. Bir dəqiqə. Mürəkkəb miqdar zərfi işlənmiş. Bu cümlədə mürəkkəb miqdar zərfi axı yoxdur. Səni burada nə qədər çaşdırır? O da sual əvəzli idi. Bəli. Onda altını niyə götürmürük ki? Hansına aid cümlədir ki altı? Bir Əslində siz nəsin götürmürük? Burada deyir ki, yer zərfi işlənmək düz deyil. Çünki üçünə də aiddir. Amma burada deyir ki, heç bir cümləyə aid olmayan fikirdir. Anladınız? Yox. Əslində sual düzdür. Yəni deyir ki, bu üç cümlədə yer zərfi işlənməyib. mürəkkəb miqdar zərfi bir dəfə qızlar. Bura yer. Bir dəfə mürəkkəb miqdar zərfidir. Burada da deyir ki, yer zərfi işlənməyib. Düz deyir. Almanca bilənlərdən bir dəfə, digərlərindən isə çox soruşdular. Deyir ki, heç Miqdar zərfidir. bəli, mürəkkəb miqdar zərfidir bir dəfə. Elə. Bunu necə üzrə qaçırmışıq? Bunu gözdən qaçırmışıq. Yox, indiyənə qədər bu bir dəfəyə aid sual düşməmişdi, 6-cı uyğun gəldi. Burada da yer zərfi işlənməyib, düzdür. Bu da deyir ki, heç bir cümləyə aid olmayan. Bunu necə götürə bilərik? Bir cümləyə aiddir. Müge belə suallar düşür. Düşür. 30. Batmarıq. Öyrənəcəyik Allahın izni ilə ona qədər. 30. Hə, deyir ki, hansı cümlədə işlənmiş zərfə əsasən demək olar ki, yer zərfi olan bu söz fərqli cümlədə başlanğıc formada olmayan feil kimi işlənə bilsə də homonimlik yaratmır. Bu sualı mən padurqamdan köməkləşib yazmışdım. Mən birinci sualı izah edeyim. Mən sualı başa düşmədim. Bu sualı izah elə. Hansı cümlədə işlənmiş zərfə əsasən demək olar ki, yer zərfi olan bu söz fərqli cümlədə başlanğıc formada olmayan feil kimi işlənsə də homonimlik yaratmır. Gecə vaxtı buna Yer sual. zərfi olsun, yer zərfi. Yer zərfi, yer zərfi tapaq. İrəlidə A variantında irəlidədir. B variantında yoxdur yer zərfi. C variantında yoxdur yer zərfi. D variantında buradır. E variantında yoxdur yer zərfi. Deməli bir dənə A ilə D-yə baxacağam. Başlanğıc formada olmayan feil kimi işlənbilsə də homonimlik yaratmır. Cavab ya adı ya dedi 100%də düz gəlmisən. Ehtiyac var mənim izahıma, yox sözünü tapırsan. Bir dəqiqə tapacağam. İkinci hissəsini başa düşsəm tapacağam. Deyir ki, bu söz fərqli cümlədə başlanğıc formada olmayan feil kimi işlənə bilsə də, başqa cümlədə başlanğıc formada olmayan feil kimi işlənə bilsə də homonimlik yaratmır. Mən D-yə götürmüşəm. Düz götürmüsən, amma niyə götürmüsən? İrəlidə götürmüşəm. Mənim bura nətər feil olur ki? Bir dənə onu arzu şəklində feil kimi düşünün. Kaş onu bura. Ay sağ ol. Durma. Vurmaq feili. Bura yönlü halda bura sözü zərf olanda yer zərfi başlanğıc formada olur.
Arzu şəklində feil kimi düşünsəniz, başlanğıc formadan çıxır. Başlanğıc forması da bur sözü olur və buna görə də monimlik yaratmır. Düzdür. Davam eləyək. Başa düşdüm. O sikirə deyil ameliyatı. Ay Allah nurlan özünü öldürdü. Evet. Müəllim, dediyim cümlədə buradakı ay sözünü illərlə sözlükdə umuma götürmək olar mı? İlin ayları ilə bəli götürmək olar. Qrammatik homonimlik təşkil eləyir. 32-ci suala baxaq. Ay ki. İrəlidə əskərlər yan-yana düzülərək hərdən bir düşmənə cavab verirlər cümləsindən fərqli olaraq gözlənilmədən Aysel naç ayağa qalxdı və qabağa addımladı cümləsində işlənmişdir. Burada. Belə qəflətən. Deyir ki, yəni demək istəyir ki, birinci cümlədən fərqli olaraq ikinci cümlədə işlənmişdir. Birinci cümləyə aid olmasın, ikinci cümləyə aid olsun. Deyir ki, quruluşda düzəltmə olan tərz hərəkət zərfi necə, nə cür, nə tərzdə ayağa qalxdı. Hövünlaç. Hövün sözü var da yəqin ki, müəllim. Ona görə də quruluşda düzəltmə. Ona görə bir aiddir. Amma birinci cümlədə tərz hərəkət zərfi yoxdur. Ona görə biri götürürük. Sonra homonimliyi olan yer zərfi. Qabağa sözü yəqin ki, qoşma ilə homonim kimi götürürük. Qoşma ilə, qabaq ismi ilə. Qabaq bilirsiniz də nədir? Bal qabaq, boranı. Bəli. Amma birinci cümlədə baxırıq, görürük ki, homonim olan heç bir şey yoxdur, yer zərfi yoxdur. Sonra kökü isim olan feildən düzələn zərf. Kökü isim olsun, feildən düzələn zərf olsun. Bir dəqiqə. Heç bu ikinci cümlədə yoxdur belə bir şey. Birinci cümlədə isə deyir ki, irəlidə söz var, irəlidə sözün kökü elə zərfdir. İsim deyil. Ümumiyyətlə sadə sözdür. Bəli. Sadə sözdür. Ümumiyyətlə, üçüncü əgər tipdə bir şərt qoyulursa, mütləq orada ən azı 2 dənə leksik şəkilçi olmalıdır. Bizim də elə bir sözümüz yoxdur burada. Yəni elə bir zərfimiz yoxdur. Təsvirən feillərə əlaqələnmiş yer zərfi. İkinci cümlədə belə bir yer zərfi yoxdur. Tərz hərəkət zərfi var ki, o təsvirən feillə əlaqələnib. Amma heç birinci cümlədə də yoxdur müəllim. Niyə ki? İrəlidə əskərlər yan-yana düzülərək yoxdur. İrəlidə təsriflənməyən feillə əlaqələnir. Bəli. 5-də deyir ki, isimlə homonimliyi olan, elə deyək bu homonimliyi olan, təyin rolunda çıxış edə bilməyən zərf, qabağı sözü. Bəli. 1-2-5 variant. Nə qədər baxaq bir? Bir 5 dəqiqədə davam eləyək. 4-35. 34. 34-də yazmışam. Hansı fikir cədvəlin yanlış sual işarəsi qoyulan hissəsinə yazıla bilər? Mən bunu qrupda müəllim çıxarmışdı, lingvistik təhlildə düz yazmışdım. Deyir ki, işarəsi qoyulan hissəyə yaza bilər. Miqdar zərfinə aid olsun, amma tərz hərəkət zərfinə aid olmasın demək istəyir. O sözdə nə yazmışam deyə variantı. Homonimliyi olan sözlər mövcuddur. Bu hər ikisinə aid ola bilər. Yəni sırf miqdar zərfinə aid ola bilməz. Çünki məsələn, miqdar zərfi çox var ki, həm say ola bilər, həm zərf kimi götürə bilərik. Yox, say yox. Ədat bir də eyni məzmun daşıdığına görə zərflə sayı, zərflə sifəti homonim götürmürük. Zərflə sayı. Ədatla götürürük homonim. Amma tərz hərəkətlə məsələn, onda yenə olmur da. Tərz hərəkətlə məsələn homonim götürə bilərik.
Ters hərəkət zərflərinin də içində təbii ki, amonim olan sözlər var. Niyə olmasın ki? Sifətlə amonimli olmaya bilər təbii ki. Sonra deyir ki, eyni sözün təkrarı ilə əmələ gələ bilər. Gəl belə deyim. Bax, bircə dəqiqə qulaq as. Qoy fikrində nəsə qalmasın. O bunu yaxşı dedi. Yaxşı sözü burada nədir? Zərf. Yaxşı, buradan gedək. Hə. Modal söz. Şey olur bu. Modal söz, bəli. Qəşəng. İndi tam aydın oldu. Sonra deyir ki, eyni sözün təkrarı ilə əmələ gələ bilər. Tərz hərəkət zərfində. Məsələn, asta-asta yerdir. Necə nəzər? Tərzdə asta-asta. Ondan sonra hərəkət və keyfiyyət bildirən sözü izah edə bilər. Bu ümumiyyətcə zərfə aiddir. Yəni xüsusi miqdar zərfinə aid olacaq deyə bir şey yoxdur. Sonra deyir ki, bu hətta daha çox zaman zərfinə aid olur. Hə. Məsələn, deyirəm ki, bax, bizə deyir, həmişə gözəlsən. Görsən, həmişə nədir burada? Zaman zərfi. Əlamət və keyfiyyət bildirən sözə aid olur. Amma ümumiyyətlə hərəkət və keyfiyyət bildirən isə hamısına da belə ümumilikdə bir aid eləyə bilərik zərf bölməsinə. D variantı. Deyir, bütünlüklə biz bütün kimi sözlər bu məna qrupundadır miqdar zərfinə. Düzdür. D variantıdır. Çünki tərzəkətlə aid olmur. E variantı deyir ki, genetik təsirlə ortaq olan sözlər var, ikisinə də aiddir. Bəli. Modal söz dediyi. Bəli. Yaxşı olur ki. Biz bütün zərf